Türkiyənin Ədliyyə Nazirliyindən şok bəyanat Netanyahu ilə bağlıdır. Bu belə bir bəyanat. Gündəm xəbərin efirində isə 21 avqust tarixidir. Məlumatımız isə belədir. Türkiyə Qəzzaya humanitar yardım aparan Sumud Qlobal flotiliyasına müdaxilə ilə bağlı aparılan istintaq çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu və Afik Moskoviç barəsində qırmızı bildiriş, yəni Red Note çıxarılması üçün Interpola rəsmi müraciət prosesinə başlayıb və bu barədə Türkiyənin Ədliyyə Naziri Akın Gürlək bəyanat verib. Türkiyənin Haberler nəşrinin yaydığı məlumata görə məhz proses Netanyahu və Moskoviç məhz soyqırım törətməkdə ittiham olunması ilə əlaqədardır və nazirliyin bəyanatında xatırladılır ki, 2026-cı il iyulun 14-də Türkiyə məhkəməsi soyqırım ittihamı ilə Benyamin Netanyahu və Afik Moskoviç haqqında həbs qəti imkan tədbiri seçib və ittiham haqqında Netanyahunun və Moskoviçin soyqırım və bəşəriyyət əleyhinə cinayətlər, azadlıqdan qanunsuz məhrum etmə və gəmilərin və nəqliyyat vasitələrinin ələ keçirilməsi, qəsdən sağlamlığa ağır xətər yetirmə və işgəncə, eləcə də özgə əmlakını talamalar və soyğunçuluq əməllərində təqsirli bildiklərini vurğulayırlar və bəli, Netanyahu ilə bağlı qeyd edək ki, bir müddət öncə ilə İsrailin belə bir Türkiyə ilə bağlı addımına qarşı olaraq Türkiyə ədliyyəsi də belə bir cavab verdi.